Döyüş başlayır. Və yolçu Zeynalov gördüyünüz kimi fəal başlayır mübarizəyə. Rəqibini ringin küncünə sıxışdırıb Zeynalov. Məhəmməd Əli Yusifov isə hazırda elə də fəal deyil, hərçənd ki o dahi Məhəmməd Əlinin adaşıdır və görək bu döyüşdə Sabirabad təmsilçisi necə təsir bağışlayacaq. Yolçu Zeynalov indi yenidən zərbə indirmək üçün imkan axtarır. Və Məhəmməd Əli Yusifov fəallaşır məhz rəqibin bir qədər geri çəkilməsindən sonra. İlk raund başa çatmaq üzrədir. Hər ki, boksçu sanki çəkinir, mübarizədən yayınır və bu da təbii ki, mübarizənin tempini, döyüşün tempini aşağı salır. Bəli, birinci round başa çatdı. 3-2 hesabı ilə irəlidir. Yolçu Zeynalov bu elə də böyük üstünlük deyil. Minimal fərqlə irəlidir Zeynalov və görək ikinci roundda Məhəmməd Əli Yusifov bu geriliyi aradan qaldıra biləcəkmi? İkinci round başlayır. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançıların yarışında biz hazırda yolçu Zeynalov və Məhəmməd Əli Yusifovun mübarizəsini izləyirik. İkinci raundda yolçu Zeynalovun fəallığı hiss olunur və indi o rəqibini yenidən küncə sıxışdırır və bir neçə zərbə indirsə də blok yaxşı vuruldu Sabirabad təmsilçisi tərəfindən.
Yolçu Zeynalovdan da 2 zərbə. Hazırda idmançılar sanki bir qədər istirahət etmiş olurlar. Güclərini elə də çox sərf etmirlər. Daha çox bu sözləri Yolçu Zeynalova aid etmək olar. O az güc sərf edərək qələbə qazanmaq niyyətindədir və hakim artıq bunu sezir və hər iki idmançının bir qədər fəal olmasına işarə edir. Hər ikinci raund başa çatdı. 6-3 hesabı ilə irəlidədir artıq Yolçu Zeynalov. Artıq görüşün sonuncu hissəsi başlamaq üzrədir və 3-cü raunda start verilir. Yolçu Zeynalovdan qüvvətli zərbələr. Hazırda yenidən hər iki boksçu müdafiə xarakterli taktika üstünlüyü verirlər və bir-birlərinin boşluqlarını axtarmağa çalışırlar, tapmağa çalışırlar və yeri düşdükcə zərbələr endirirlər. Yolçu Zeynalov indi irəli atılıb, ancaq rəqibi müdafiədə fikir verdinizsə çox yaxşı mübarizə apardı.